Bu cür evlərdə bir neçə məlumat nəzərinizə çatdırım. İlk öncə bu pəncərə kənarlarımız bizim üçün ən çox olan önəmlidir. Bunu, yəni bura şikator vurulmamışdan öncə pəncərələrimiz yerləşir və ən önəmlisi bu pəncərə yerləşən yer. Əgər bu şikator vurulan hissə ilə bu hissədə boşluq qalarsa, bu kondensat yaradacaq və bu hissələrdə bir müddətdən sonra çiftlənmə, su keçirmə kimi hallarla rastlaşacaq və bunu ilk öncədən bu pəncərənin birləşən hissəsi şikator vurulmamışdan öncə tamamilə bağlanmalıdır. Yəni orada heç bir boşluq qalmamalıdır. Bunu peyna vasitəsilə və digər izolyasiya materialları ilə bağlamaq mümkündür. Pəncərə önləri də məsləhətdir, mərmərdən istifadə olunsun. Çünki belə deyək, bu hissələrdə də yəni ən çox nəmişlik götürən hissə alt hissədir. İstədiyimiz çünki ən çox altda olur və üstə qalxdığı zaman soyuq hava kütləsi üstə olduğu üçün orada da 100%, yəni %10000% kondensat yaradır. Yəni bu hissələrdə də gördüyünüz kimi salamatçılıqdır və qapı, giriş qapısı. Yəni bunun hansı materialdan yığılmağı önəmlidir. Ən önəmlisi olan apşuka hissəsidir. Yəni bunu siz MDF-dən yığdırsanız və digər suya dözüm olmayan materiallardan yığdırsanız bu qalmayacaq. Bizdə burada hal-hazırdakı süni mərmərdir, yəni plastikdir, amma yanmayan plastikdir. Soyuğa, istiyə, qara davamlıdır və arxa hissəsi də metlaqla 4 santim boşluq olan hissəsi də izolyasiya olunub. Gördüyünüz kimi. Yəni burada heç bir tərləmə və digər kondensat halları yoxdur.